İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugünkü həmsöhbətim 3-cü yüksəliş müsabiqəsinin qaliblərindən biri olan Səkinə Vəliyevadır. Biz Səkinə xanımla birlikdə marketinqin romantik tərəflərindən danışacağıq. Niyəsə Səkinə xanım düşünür ki, marketinq xatirə yaratmaq sənətidir. Amma mən düşünürəm ki, satış etmək sənətidir. İndi ona görə bununla bağlı bugün müzakirəmiz görək necə olur. Xoş gəlmisiniz Səkinə xanım. Çox sağ olun, minnətdaram. İctimai Radio 90 FM izləyicilərini mən də öz adımdan salamlayıram. Bu studiya mənə çox doğmadır. Artıq 3-cü dəfədir çox sağ olun. Siz də bizə doğmasınız. Bir araya gəlirik, bəli. Marketinq mənim 10 ildir. Həyatımın bir hissəsi olan bir sahədir və 10 ildir mən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində çalışıram. Hal-hazırda marketinq direktoru olaraq fəaliyyət göstərirəm. Deyərdim ki, həyatımın çox önəmli bir hissəsidir marketinq. Satış və marketinq bu mənim üçün əsasən tam fərqli istiqamətlərdir. Düzdür, marketinqin satışa birbaşa təsiri var. Bunu danmaq olmaz konkret şəkildə. Amma marketinq düşünürəm ki, insanlarda hiss oyatmaq, insanların beynində bir məhsul, bir dəyərlə bağlı hisslər oyatmaq sənətidir. Yəni yadda qalmaq daha çox. Bəli. Amma hər belə hiss oyadan, yadda qalan bu satışa gətirib çıxardır nəticədə, yoxsa etməyə də bilər? Düzgün strateji addımlarla bu proses həyata keçirilirsə, bəli, əslində buna dünyada bir çox istiqamətdə misal gətirmək olar ki, necə düzgün strategiya qurmaqla 10 il sonra, hətta 20 il sonra satışda nəticələr əldə etmək mümkündür. Amma 10 il ərzində biznes necə sağ qalmalıdır bəs? Belə deyək, böyük korporasiyalarda əslində çox uzun müddətli onlar strategiya həyata keçirdirlər. Onlar üçün çünki məhsulların seçimi çoxdur, müəyyən məhsulların hesabına onsuz da ayaqda qala bilirlər və müəyyən konkret məhsul üzrə 10 illik və yaxud da 20 illik strategiya hazırlayırlar ki, 10 il sonra mən bu ölkəyə geri qayıdacağam və satışlarımda böyük əhəmiyyətli dərəcədə artım həyata keçirdəcəm. Böyük korporasiyalardan söhbət gedirsə, bu uzun müddətli strategiya işləyir. Kiçiklərdə isə təbii ki, daha sürətli nəticələr əldə etmək üçün kiçik short term strategiyalar daha düzgün tətbiq oluna bilər. Və sizcə brendlər nə edəndə xatirədə yaxşı qalırlar? Belə deyək, indi brendlərin bir çoxuna baxsaq, mən hal-hazırda dünyanın əsas brendlərindən birlikdə işləyirəm. Onların adını çəkə bilməsəm də qeyd edə bilərəm ki, Beynəlxalq Olimpiya Komitəsinin çalışdığı çox qlobal brendlər var. Onların əksəriyyəti ilə strateji baxımdan görüşlərdə biz görürük ki, onlar yeni nəslə hədəflənirlər və yeni nəsil Generation Z onlar üçün çox əhəmiyyət kəsb eləyir. Çünki sən yeni nəslinin artıq beynində öz brendinlə bağlı müəyyən bir dəyər formalaşdıranda, hisslər formalaşdıranda onlar sənin avtomatik şəkildə bir neçə il sonra alıcına çevrilirlər. Əslində bu çox düzgün yanaşmadır. Mən bura misal gətirə bilərəm ki, məsələn Yaponiyada bir çox maraqlı bir case olmuşdu illər öncə. Yaponiya bazarına böyük bir şirkət, korporasiya kofe satışı üzrə girmişdi. Lakin Yaponiya mədəniyyətindən bu çox uzaq bir belə deyək, adət-ənənə idi. Ona görə yaponlar ümumiyyətlə kofe alıcıları kimi özlərini çox aktiv göstərmədilər və bu şirkətin çox böyük problemlərlə üzləşdi. Sonra qərar verdilər ki, bunu adət-ənənəyə çevirmək lazımdır və həmin ölkəyə artıq Yaponiyaya xüsusi uşaqlar üçün belə deyək, şirniyyatlarla girdilər, kofe dadı verən. Və həmin dadlı şirniyyatları dadan uşaqlar illər sonra alıcıya çevrildi. Asılılıq yaratdılar. Bəli, asılılıq yaratdılar müəyyən dərəcədə. Çünki bu dad artıq adət, ənənənin və beyində olan bir hormonal yaddaşın izinə, bir hissəsinə çevrildi. Sonradan artıq kofe satışı ilə qaydanda həmin şirkət çox böyük nəticələr əldə elədilər və satışlarında ciddi artımlar müşahidə olundu. Doğrudan da maraqlı nümunədir. İndi bunu kiçik bizneslər amma edə bilmir də yəqin ki. Təbii ki, kiçik bizneslərdə burada tövsiyə olunan məsələ ondan ibarətdir ki, əslində çox böyük büdcə tələb olunmur marketinqdə. Mən deyərdim ki, keyfiyyət və kəmiyyət məsələləri burada var. Müəyyən dərəcədə bəzən görürük ki, çox keyfiyyətli olmayan kontent, insanlara yaxın olan kontent, ölkənin adət-ənənələrinə yaxın olan kontent həqiqətən çox qəşəng nəticələr əldə edə bilər, verə bilər. Bu istiqamətdə deyərdim ki, kreativ düşünmə çox önəmlidir. Kreativ düşünməlisən, hansı ölkədə işlədiyini, hansı cəmiyyətin hansı istiqamətinə, hansı yaş kateqoriyasına hədəf qoyduğunu dəqiq bilməlisən ki, istədiyin nəticəyə çata biləsən. Bu da mənim kiçik şirkətlərə olan tövsiyəm ola bilər ki, konkret olaraq öz hədəf kütlələrini müəyyən etsinlər, hansı hədəf kütlələri onlara lazımdır bugün, bu saat və onun üzərində işləsinlər. Bugün sosial media dövrüdür və əslində izləyicilərə
çatmaq çox asandır. Yəni 20 il əvvəl bu sadəcə deyək ki, televiziya vasitəsilə mümkün idi, çox çətin idi. Küçədə xüsusi bannerlər yerləşdirilirdi və s. və axır. Amma bu gün sadəcə bizim barmaqlarımızın ucundadır bütün informasiya, telefonlardadır və yaş kateqoriyası da sözün əsl mənasında böyüyüb. Biz bir çox yaş kateqoriyalarına çata bilərik və öz belə də dəyərlərimizi, brendin dəyərlərini onların yaddaşına sala bilərik. Doğrudur. Sosial medianın olması onların işini asanlaşdırır, amma hər kəs üçün axı artıq əl çatandır. Ona görə rəqabəti də bir qədər çətinləşdirir. Onlar kimi başqa markalar da görünür. Buna görə məsələn nəyi necə etmək lazımdır ki, digərlərini yox, sizi seçsinlər? Seçilmək lazımdır və özün olduğun kimi olmaq lazımdır deyərdim. Həqiqətən brendin özü kimi təqdim etmək lazımdır, olduğu kimi. Brendlər bir-birindən seçilir deyərdim. Azərbaycanda baxsaq, bizim lokal brendlər indi çox artır. Kofe pointlar deyərdim. Müxtəlif restoranlar şəbəkəsinin sayı artır və onların da kommunikasiyasından baxsaq görə bilərik ki, müəyyən dərəcədə onlar seçilməyə çalışırlar. Dizayndan seçilməyə çalışırlar, verdikləri dəyərlərdən seçilməyə çalışırlar. Gənclərə çalışırlar ki, maksimum qaydada hədəf kütləsi olaraq təyin eləsinlər və bu işləyir müəyyən qaydada. İndi deyərdim ki, istənilən kofe shopa getsəz, görəcəksiniz ki, oturmağa müəyyən dərəcədə yer yoxdur. Artıq bizdə də bu mədəniyyət yaranıb. Biz çay içən ölkədən, çay mədəniyyətinə çox böyük önəm verən ölkədən kofe ölkəsinə müəyyən dərəcədə keçid etmiş oluruq və insanların kofe shoplarda bu tip yaşa mərkəzlərində görürsünüz ki, artıq öz işlərini, öz kollarını, öz danışıqlarını, biznes hətta görüşlərini təşkil etdiklərini biz şahid oluruq. Amma bu da ki, məncə biraz daha belə lokal hesab etmək. Məsələn, Bakıda ola bilər ki, belədir, hansısa regionda belə deyil. Hətta biz özümüz məsələn kofe xoşlayanlar başqa bir regiona gedəndə orada təbiətin qoynunda kofe içmək istəmirsən də, qəşəng kəklotlu çay içmək istəyirsən. Bəli. Kofe maksimum yolda, maşında içmək istəyəcəksən. Daha şəhərlərdən söhbət gedir ki, konkret olaraq şəhərlərdə bu dediyiniz ehtimal tamamilə doğrudur. Deyərdim ki, amma dünyada bu belədir. Məsələn, Yaponiyadan stat gətirdik. Yaponiyada siz Kyotoya gedib kofe shopda oturmayacaqsınız. Gedəcəksiniz, oturacaqsınız milli bir belə deyək yerdə, orada matcha çayı içəcəksiniz məsələn. Yeri gəlmiş ki, o da artıq dəb halına alıb. Bəli, çox dəb halına alıb. Sevirlər. Bəs sektorlara bölsək, məsələn, hansı məsələn, xidmətin nümunə gətiririk də bayaqdan. Bu sahədə mi yadda qalan brend olmaq daha çətindir, marketinqin işi daha çətindir, yoxsa məhsul satışında? Mən deyərdim ki, dəyərlərin satışında. Dəyərlərdə. Məsələn, Olimpiya Komitəsi olaraq bizim marketinq istiqamətimiz əsasən dəyərlərdir. Olimpiya dəyərləri də sağlam həyat tərzinin təbliğatıdır. Bu daha çətindir. Çünki əlindən bir məhsul yoxdur. Servis istiqamətində sən servisini reklam eləyirsən, göstərirsən, marketinq eləyirsən və insanlara tanıdırsan. Məhsul olduğu təqdirdə sən məhsulu göstərirsən ki, bu məhsul sizin həyatınızda çox böyük yararlıdır. Siz bundan daha bir çox istiqamətdə istifadə edə bilərsiniz. Hansı üstünlükləri var? Amma dəyər satırsınızsa, dəyər təbliğ eləyirsə, bu gözlə görünən bir şey deyil. Və onun satışı sözün əsl mənasında çox çətindir. Satışı, marketinq, insanların beyninə onu xoş bir istiqamətdə yeritmək həqiqətən çətin bir prosesdir. Məsələn, marketinqdə dəyər anlayışı deyəndə ağla nə gəlmədi? Sizin sahədə nə dəyər hesab olunur? Dəyər hesab olunur insanlar tərəfindən brendin ilkin qaydada formalaşdıran emosiyaları. Mənim üçün məsələn, sənin ağlına deyək ki, gəlir Milli Olimpiya Komitəsi deyəndə ilk növbədə ağla nə gəlir? Sağlam həyat, bizim idmançılar, bizim bayrağımızın hansı ölkədə qalxmağı, himnin səslənməyi məsələn. Bu çox önəmli bir faktordur və bütün deyərdim ki, biznes kommersiya istiqamətlərində də belədir. Məsələn, müəyyən bir məhsul haqqında sənin ağlına ilkin qaydada yaxşı bir hiss gəlirsə, yaxşı bir ideya gəlirsə ki, bu məhsuldan məsələn mən istifadə eləmişim, bu mənim vaxtımı 10 dəqiqə məsələn qənaət etmişdi bu servis və yaxud da mən bu içkini içəndə, kofeni içəndə, matçanı içəndə mən həqiqətən çox produktiv olmuşdum. Bu ətrafda müzakirələr aparanda stolun üzərində nələr vardı. Yəni bunlar hamısı düşünürəm ki, bizim keçirdiyimiz emosiyalara, hisslərə dayanır. Amma məsələn sizin kimi qurumlarda həm də marketinqi, bunu tam marketinqdə hesab etmək olmur da. Sanki korporativ sosial məsuliyyətlə biraz kəsişir, bayrağın yüksəldilməsi, idmançılarımız, milli dəyərlər. Bu konkret olaraq dayanır. Korporativ sosial məsuliyyətə birbaşa kəsişir. Amma biz çalışırıq ki, əslində dünyada olimpiya istiqamətində məqsəd bizlə işləyən şirkətlərə müəyyən profitin, nəticənin geri qayıtmasıdır. Yəni təkcə CSR istiqamətinə biz buna baxmırıq. Eyni zamanda çalışırıq ki, çalışdığımız şirkətlərdə müəyyən hədəfi olsun və onların satışına da biz müəyyən dərəcədə təsir göstərə bilərik. Mən qeyd elədim ki, marketinq və satış bu tamamilə fərqli sahələr olsa belə bir-biri ilə çox bağlı sahələrdir və biri o birinə konkret təsir göstərir.
İstəyirəm yüksəlişdən də danışaq. Artıq sizin qalib gəlməyinizdən 3 il keçib təxminən. 2-3 il keçib. Bəli. Ən çox hansı duyğular, hisslər, hansı xatirələr yadda qalıb? Deyərdim ki, komanda işi. Mən indi qalib yoldaşlarımızla və yüksəlişdə iştirak etdiyim finalçılar, yarım finalçılar, bildiyiniz kimi yarım final mərhələsindən sonra artıq sən yarışırsan konkret insanlarla bir masa arxasında, sonra finala keçirsən, orada bir masa arxasında yarışmağa başlayırsan və həmin insanlarla olan networking, insanlarla olan əlaqə hələ də etməyib. Biz tez-tez görüşürük, danışırıq müəyyən istiqamətlərdə və bu çox produktiv alınır. Mən deyərdim ki, yüksəlişin mənə qatdığı ən böyük dəyər insan kapitalıdır. Və o insan kapitalı mənim üçün çox dəyərlidir və bu günəcən də mövcuddur. Bir də bu yaxınlarda elə efirdə də səsləndirmişdik bu fikri ki, məsələn, networking anlayışı yaşlara görə fərqli olurdu. 20 yaşında sən hələ yeni bazarı araşdırmağa başlayırsan, nə qədər çox adam oldu, o qədər yaxşıdır. Bəli. 30-dan sonra biraz orada başa düşürsən ki, daha strateji yanaşmaq lazımdır. Kimlər sənə faydalı ola bilər, sən kimlərə faydalı ola bilərsən, daha yaxın münasibətlər. Amma 40-dan sonra isə ümumiyyətlə bu insanların sayı getdikcə azalır da, belə say seçmə adamlar qalır. Ona görə bax, siz indi 30-lardasınız da təxminən. 30-suz, bəli. Xoş gəlmisiniz. Çox sağ olun. Sizin fikrinizcə, artıq networking quranda məhz bu yaşda, yəni 30-lardan danışaq. Bu yaşda ətrafımızda necə insanlar seçməliyik? Və ən əsası, bəzən biz onlarla tanış oluruq, yaxşı şəbəkə olur bizdə, amma biz bunu davam etdirə bilmirik münasibətləri. Ona görə burada nəyi nəzərə almaq lazımdır? Deyərdim ki, siz çox düzgün bir məqamat oxudunuz. 20'li yaşlarda biz maksimum aktiv olmağa çalışırıq əslində. Çox da fikir vermirik ki, networking eləyirik, amma onun bizə qatdığı dəyərə çox önəm vermirik. Maksimum aktiv tanımağa, cəmiyyəti tanımağa, özümüzü formalaşdırmağa fokuslanırıq. 30'lu yaşlarla bağlı deyə bilərəm ki, indiki məqsəd ətrafımızda bizə dəyər qatan insanların olmağıdır, sözün əsl mənasında. Məsələn, mən öz sahəmin ekspertiyəm, amma mənə digər sahələr çox maraqlıdır ki, ümumiyyətlə nə baş verir digər sahələrdə, ümumi iqtisadiyyatda nələr baş verir. Bunun üçün ətrafımızda həqiqətən hər sahədən bir nəfərin olmağı çox önəmli faktordur. Bu yüksəlişdə də öz əksini tapır. Məsələn, yüksəlişə baxsaz görərsiniz ki, demək olar hər sahədən bir şəxs var, bir qalib var və yaxud da bir finalçı var və siz onlarla görüşəndə artıq dünyada baş verən dəyişikliklərdən aktiv xəbərdar olursunuz. Ölkəmizdə baş verən xəbəriniz bəlkə də olmayan dəyişiklikləri bilirsiniz və bu çox önəmli faktordur ki, sizin dünya görüşünüzə təsir göstərir. Mən məsələn vaxtı olan kimi xaricə səyahətə gedən bir insanam ki, dünyanı kəşf eləməyi düşünürəm ki, hər bir insan həyata gəlibsə bu dünyanı kəşf eləməlidir. Dünyanın ən gözəl hissələrini görməlidir və bu bizim kreativliyimizə də xüsusi dəyər qatır deyə fikirdəyəm, bu fikirdəyəm. Amma insanlar da bizim dünya görüşümüzü açır. Ona görə məsələn mən görüşlərimi maksimum qaydada hər hansı bir intellektual yarışlarda keçirdirəm. İntellektual yarışların bir hissəsiyəm. Komanda şəklində gedirəm, iştirak edirəm. Nəticədən asılı olmayaraq bu proses mənim inkişafımı öz təşəbbüsünü öz təkanını verir. Razım. Bir də vacib deyildi, məsələn, siz marketinqdəsinizsə və ya kimsə həkimdirsə, ətrafında məhz o sahədə olan insanlar yox, qətiyyən. Fərqli olsa daha yaxşı olar. Fərqli olsa daha yaxşı olar. Çünki marketinqdə biz onsuz da işlə bağlı marketinq üzrə ekspertlərlə görüşlər təşkil edirik. Otururuq, görüşürük, işləri müzakirə edirik və gündəlik həyatda ətrafımızda digər ixtisaslardan olan şəxslərin olmağı bu çox önəmli faktordur deyərdim və insana dəyər qatan faktordur. Sənin informasiya bazan artır, ətrafda baş verən informasiyaları daha yaxşı qavramağa başlayırsan. Məsələn, səhiyyə ilə bağlı mən bir çox məlumata malikəm, səhiyyədən olan dostlarım, tanışlarımın hesabına, amma səhiyyə ilə bağlı heç bir backgroundum, heç bir sahədə ixtisasım olmamağına baxmayaraq. Öz çevrəniz üçün insanları belə seçirsiniz. Bəs komandaya necə adamlar daha çox cəlb edirsiniz? Seçirəm deyəndə bu təbii baş verir, amma komandaya gəldikdə mən çalışıram ki, komandada da çox şaxəli olsun. Məsələn, bir nəfər kreativ insan olsun, bir nəfər çox dəqiq vaxtında hər belə deyək, o time management çox düzgün şəkildə eləyən insan olsun. Komandada nə qədər diverse, müxtəliflik olsa, düşünürəm ki, komanda bir o qədər uğurlu ola bilər. Amma bu qədər fərqlilikləri idarə etmək yəqin asan olmayacaqdı onda. Çətin deyil. Motivasiya ilə idarə etmək mümkündür. Bildiyiniz kimi bizdə yüksəlişdə iki dəyər mövcuddur. Management və liderlik məsələsi. Menecer və lider. Bizə öyrədilən oydu ki, lider olmaq lazımdır. Əgər düzgün lidersənsə, insanların o emosiyaları ilə bir araya gətirə bilirsənsə, həmin komanda həqiqətən çox uğurlu olur. Sizcə qadın lider kişi liderdən fərqlənir? Fərqlənir. Necə? Hansı baxımdan? Deyərdim ki, vaxtın idarə olunması cəhətdən qadın liderlərdə üstünlük görürəm.
sözün əsməsin, vaxtın idarə olunmasını çox dəqiq həyata keçirdirlər. Əgər sənə müəyyən bir işin təhvil olunması saat 5-də olmalısa, bunu daha öncədən sənə təhvil vermə ehtimalları daha yüksəkdir. Dəqiqlik məsələsi var ki, orada dəqiqliyə fikir versən, bir də çox estetik baxımdan gözəl şəkildə bunu təqdim edirlər. Həqiqətən layihə əgər sənə gəlirsə, estetik baxımdan gözəl şəkildə gəlir. Və yaxud da deyək ki, hər hansı bir tədbir həyata keçirilir. Tədbirin idarəçisi qadındırsa, sən görəcəksən ki, orada güllərin seçilməsi, rəng ambiyansı çox dəqiq şəkildə, gözəl bir şəkildə həyata keçirilir. Tamamilə razıyam. Siz dedikcə mən düşünürəm, amma liderin əsas xüsusiyyətləri bunlardırmı? Liderin əsas xüsusiyyətləri nəticədir mənim üçün əslində. Bir də düzgün idarə etmə məsələsidir. Qadın liderlərin ətrafından baxsaz görərsiniz ki, onların da ətrafında müxtəlif insanlar çalışırlar. Onlar müxtəlif insanlardan çox rahat dil taparlar. Desəm ki, kişi liderlərdə bu yoxdur, bunu da düzgün deməmiş olaram. Əslində onlar da çox düzgün istiqamətdə əgər komandanı düzgün formalaşdırırlarsa, onlarda da təbii ki, nəticə var. Amma qadın gözü deyilən bir şeyin olduğuna mən inanıram. Onlar kreativ insanlar da çox rahat seçə bilirlər cəmiyyətdən və onlar öz komandalarına cəlb edə bilirlər. Və kreativ insan komandada varsa, düzdür, kreativ insanlarla işləmək xüsusi diqqət tələb edir. Amma nəticənin də həqiqətən gözəl olduğunun fərqinə varırsan. Bəli. Bu son dediyinizə ümumiyyətlə razıyam ki, sanki bəlkə HR-ların çoxu da məhz ona görə qadınlardır. Bəlkə sanki də. onlar daha doğru seçim edir hansı adamlarla necə çalışmaq, hansı vəzifəyə təyin etmək lazımdır. İnstinkt məsələsi də deyərdim. Qadınlarda o faktiki olan bir instinkt məsələsi var ki, həqiqətən çox güclüdür və onlar instinktiv şəkildə insanların içindən lazım olan bir kadrı götürmək ehtimalları daha yüksəkdir deyə düşünürəm. Mən də elə düşünürəm. İndi düzdür, burada bir kişi nümayəndə yoxdur, öz fikirlərini bildirə bilmirlər. Amma telefon nömrəmiz ki var. Əgər siz fərqli nəsə düşünürsünüzsə, bizimlə paylaşa bilərsiniz. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Bugünkü həmsöhbətim 3-cü yüksəliş müsabiqəsinin qaliblərindən biri Səkinə Vəliyevadır. Biz onunla birlikdə marketinq haqqında danışırıq və idarə etmə, yüksəliş, bütün bu məsələləri müzakirə edirik. Orada qalmışdıq ki, marketinq ümumiyyətlə Səkinə xanım düşünür ki, bu xatirə yaratmaq, insanların yaddaşında qalmaq əsas missiyası bundan ibarətdir. Amma yadda qalmaq həmişə bu müsbət mənada olmur. Bəzən olur ki, hər hansısa bir kampaniya və hər hansısa bir nəsə addım atırlar, hər hansısa bir alətdən istifadə edirlər. Bu yaddaşda yaxşı qalmır o zaman brend. Birincisi buna adətən bizim ölkədə daha çox markalar nə edəndə yaddaşda yaxşı qalmır, nüfuzu korlanır və bu halda necə düzgün davranmalıdır? Belə deyə bilərəm. Burada qara PR və ağ PR söhbəti gedir sözünə əsl mənasında. Bir stat gətirə bilərəm. Yadınızdadsa Tesla şirkətinin məncə adını çəkə bilərəm. Tesla şirkətinin yeni bir avtomobilinin təqdimat mərasimində Elon Musk avtomobilin şüşəsini qırmağa çalışır ki, bu şüşə necə möhkəmdir və qırılmır və şüşə qırılır. Və bu çox böyük bir PR olur. Deyərdim ki, Elon Musk'ı və Tesla şirkətini tanımayan bir çox insan bunun hesabını onları tanıyır. Ya bu düşünülmüş addımıdır sizcə, yoxsa təsadüfən elə oldu? Əgər düşünülmüş addım idisə, bu həqiqətən çox ağıllı bir addım idi. Sözün əsl mənasında. Çünki çox böyük bir PR-ı onlar sözün əsl mənasında minimal büdcə ilə həyata keçirdirlər. Sadəcə avtomobilin dözümlülüyünü yoxlayarkən şüşənin qırılması prosesi və dözümlü olmaması və onların sonra çıxıb deməkləri ki, biz bunu daha da mükəmməlləşdirəcəyik, bu avtomobil markasının özünə də böyük PR yaratdı və Elon Musk bir idarəçi, bir CEO kimi bütün dünyaya tanındı. Deyərdim ki, bu qara PR-la başlayan çox uğurlu bir PR oldu və əgər kimsə bunun arxasında durmuşsa, mən onu daha adlandıra bilərəm hətta. Amma bu əks effekt də verə bilər. Məsələn, təsəvvür edək ki, hər hansı bir bu çox qida böyük deyək ki, məsələn. Xüsusilə xüsusi sektorlar var ki, bu çox böyük bir riskli bir prosesdir. Bunu etməyə dəyməz. Amma avtomobillə yaşanan bu məqam mənim yaddaşımda çox uğurlu bir siyasət kimi qalmışdı deyə qeyd edə bilərəm. Məsələn, Azərbaycanda da müəyyən dərəcədə bir trend var. Deyək ki, həmin trendin düzgün istifadə olunması və düzgün istifadə olunmaması məsələsi var. Ümumi trendlərdən söhbət gedir. Nəsə ölkədə baş verir, ölkə deyək ki, ictimaiyyətə geniş yayılan bir məsələ ola bilər. Məsələn, bir taksi firmasının etdiyi qəza, yadınızdadır. O körpünün üzərindən uçma məsələsi və onu istifadə edən bir neçə brend oldu ki, çox uğursuz PR alındı. Və belə deyək,
həqiqətən xüsusi qaydada insan həyatını effekt verəcək bir hadisənin götürüb trendə çevrilməsi və bundan istifadəsi bu çox riskli bir prosesdir və bunu edəndə düşünürəm ki, bir 1000 dəfə fikirləşmək lazım ki, bunu etmək olar ya olmaz və yaxud da lazımdır, lazım deyil. Deyək ki, düşünmədi həmin məqamda. Məsələn, bu hadisə baş verdi və daha sonra məsələn necə rəsmi həmin qurumun bir şirkətin rəsmisi üzr istəməlidir, yoxsa necəsə geridir ya da gözləmək lazımdır ki, yaddan çıxacaq onsuz da bir neçə aya, günə? Əslində beynəlxalq praktikada gözləmək məsələsi çox düzgün bir addım deyil. Və gözlədiyin təqdirdə sənin brendin nüfuzuna daha böyük xələl gələ bilər. Və vaxtında çıxıb üzr istəmək sözün əsl mənasında brendin həyatını, uzun müddətini, satışları xilas edə bilər. Burada vəziyyətdən asılı olaraq dəyişir əslində ardıcılıq, amma düşünürəm ki, çıxıb üzr istəmək və səhvi boynuna almaq daha doğru addım ola bilər. Sizin təcrübənizdə olub belə marketinqlə bağlı hansı bir qərar vermisiniz, amma səhv olub və sonra necəsə vəziyyəti həll etmək? Səhv qərar deməzdim. Bizim başımızda bir case olub ki, mən onu danışa bilərəm. Əslində beynəlxalq layihələrdə bir çox ciddi problemlərlə üzləşir. Əslində hər bir beynəlxalq layihədən sonra biz hesabat hazırlayırıq. Onu hesabatın üzərindən keçirik ki, növbəti layihədə biz nəyi edək, nəyi etməyək. Bu hesabatlarda müəyyən səhvlər öz əksini tapmır. Hansı ki, müəyyən dərəcədə texniki nəticəyə gətirib çıxartmır və yaxud da ciddi bir problemə gətirib çıxartmır. Tokyo Olimpiya oyunlarında bildiyiniz kimi Tokyo Olimpiya oyunları Qarabağ müharibəsindən dərhal sonra baş verdi və Azərbaycan kulminasiya nöqtəsində idi. Hamı bizi izləyirdi. Bütün kanallar, bütün yayım şirkətləri və olimpiyadada olduğumuz müddətdə çox xoşagəlməz bir məsələ başımıza gəldi. Olimpiyadaya getməmişdən əvvəl bizdə hazırlıq prosesi keçdi. Ümumilikdə idmançıların hazırlığı, bizim hazırlığımız və sair risklər analiz olundu və Tokyoda olduğumuz müddətdə gecə saat 4-də mənə zəng gəlir Azərbaycanda olan komandadan ki, bizim Instagrama olan çıxışımız bağlanıb. Instagram hesabımız ələ keçirilir və bizim adımızdan post kimsə paylaşmağa çalışır. Müəyyən bir problemimiz var və biz avtomatik saxlayırıq ki, heç bir post getməsin. Çünki biz bilmirik bu hesab kimin əlindədir, nələr baş verə bilər. Və Azərbaycanda gecə saat 1 radələridir, Tokyoda məsələn 5-dir. Bizim əlimizin çatdığı çox bir yerdə yoxdur. Texniki cəhətdən heç nə eləyə bilmirik və mən səhəri gözləyirəm ki, Meta şirkətinin Tokyo ofisi ilə təcili qaydada əlaqəyə keçə bilim. Səhər olan kimi əlaqəyə keçirəm, danışırıq, biz hesabı geri qaytarırıq, nəzarəti öz əlimizə götürürük. Lakin müəyyən o müddətdə çox böyük stresslə komanda üzləşir. Siz danışdıqca belə mənə stres gəlir. Bəli, çox böyük stresslə üzləşirik, amma biz çalışırıq ki, orada heç bir post ümumiyyətlə getməsin, ictimaiyyətə heç bir məlumat getməsin. Çünki Olimpiya oyunları müddətində dünyanın yarısı Olimpiya oyunlarını istəyir. Və Azərbaycanın bizim ümumi reachimiz bu oyunlar müddətində 7-8 milyona çatır. Bütün region bizi istəyir və Olimpiya komitələri 206 millət oyunlara baxır. Və bu çox ciddi bir problemdir. Bunu mütləq qaydada kommunikasiya istiqamətinin öhdəsindən gəlmək lazımdır. Meta şirkətinin hesabından bunu edirik. Lakin sonra strategiyamızda müəyyən əlavələr edirik. Biz artıq kibertəhlükəsizliyə böyük önəm verməyə çalışırıq. 2021-ci il ərzində bu problemlər o qədər böyük deyildi. İndi bu problemlər getdikcə daha da öz istiqamətində həll yollarını tapılır. Kibertəhlükəsizlik üzrə artıq böyük işlər görülür. Yadımdadır, amma ondan sonra biz böyük treninqlər keçirməyə başladıq həm öz stafımıza, həm idmançılara ki, kibertəhlükəsizliklə bağlı hazırlıq olmaq lazımdır. Məsələn, bunu qeyd edə bilərəm. Biz gedəndə bütün riskləri analiz eləmişdik, amma belə bir ehtimalı çox nəzərdən keçirtməmişdik. Bilirdik ki, nəyi necə eləmək lazım, müəyyən e-mailləri məsələn açmaq olmaz. Bununla bağlı xırda treninqlər olmuşdu, amma belə bir halın yaşanma ehtimalı bizim üçün deyək ki 10% isə bu artıq yaşanmışdı. Bəs beynəlxalq layihələrdə məsələn heç bir təcrübəsi olmayan, amma çalışmaq istəyən insanlar, məsələn, nəyə hazır olsunlar, nəyi bilsin, nədən başlamaq olar ümumiyyətlə? Belə deyək, Olimpiya komitəsini mən qeyd elədim, təxminən 10 ildir çalışıram. Bu müddətdə mən dünyanın 15 xalqı ilə çalışmışam. Məsələn, Yaponiya, Tokyoda keçirilən, Yaponiyada keçirilən Olimpiya oyunlarında mən Yaponiyalarla çalışmışam. Argentinada keçirilən Buenos Aires oyunlarında Argentinalılarla. Hər bir xalqın özünün adət-ənənəsi, struktur, işləmə tərzi var və buna adaptasiya etmək lazımdır. Təəccüblənmək lazım deyil. Sən adaptasiya etməlisən, buna hazır olmaq lazımdır ilk növbədə. Özündə adaptasiya etmə bacarıqlarını müəyyən dərəcədə təkmilləşdirmək lazımdır. Müxtəlif ölkələrdə çox qəribə, maraqlı adət-ənənələr var. Onları əvvəlcədən bilmək lazım ki, nə düzgündür, nə səhvdir. Hansı hərəkət etsən, sən qarşı tərəfə hörmətsiz yanaşa bilərsən. Bu məsələləri əvvəlcədən araşdırıb bu layihələrə qoşulub getmək lazımdır. Məsələn, nə ola bilər ki, bizdə normaldır korporativ mühitdə, amma başqa ölkədə bu biraz yaxşı qarşılanmaya bilər? Məsələn, korporativ mühitdə və yaxud da iş mühitində Argentinada belə bir adət-ənənə var ki, onlar bir mata çayı var, ondan içirlər və o mata çayını bir stəkandan içirlər.
15 nəfər eyni auditoriyada, korporativdə başlayır sənə o çay stəkanını ötürməyə. Sən onu götürüb içməsən, bu artıq hörmətsizlikdir qarşı tərəfə. Hansı ölkədə? Argentinada. Argentinada. Və mən bütün əməkdaşlar, yəni Bəli, biz bir ailəyik artıq tam deyə bilirlər də onlar. Bəli. Hətta mən deyərdim ki, orada onlar eyni çaşkanı ötürürlər. Mən ilk dəfə təəccüb keçirdim. Mən dedim ki, biraz boğazım ağrır, həqiqətən boğazım ağrıyırdı. Onlar başa düşdülər ki, mənim üçün bu bir şokdur. Ona görə birinci dəfə artıq dəmləyəndən sonra birinci mənə verdilər, amma sonra içməyə davam elədilər. Yəni bunun fəlsəfəsi nədir? Niyə bunu belə edirlər? Adət-ənənə, bizdə də çox fərqli adət-ənənələr var ki, digər xalqlar üçün onlar təəccüblü gələ bilər. Əslində onlar məsələn 4 dəfə görüşürlər. Və bunu da təəccüb yarada bilər. O yüz bu yüz. Bəli. 4 dəfə. Bəli. Maraqlıdır. Hə, xalqları biləndən sonra başqa nəyə bilmək lazımdır? Tolerant olmaq lazımdır. Çox tolerant olmaq lazımdır. Qeyd etdiyim kimi, əslində digər xalqlardan çox maraqlı təcrübələr öyrənmək olar. Çox maraqlı dünyaya baxış açığını, dünyaya baxışını dəyişmək olar. Çox maraqlı təcrübədir. Mən əslində tövsiyə eləyərdim. Bir də time management deyilən bir məsələ var. Hər bir ölkədə bu dəyişir. Məsələn, müəyyən ölkələrdə sən vaxtından tez görüşə getməlisən, müəyyən ölkələrdə 1 saat gözləyə bilərsən ki, həmin görüşə gəlib çıxsınlar. Bunu da əvvəlcədən baxmaq daha məqsədə uyğundur. Dil bilikləri mütləq qaydada çox yaxşı səviyyədə olmalıdır. Bugün ingilis dili çox önəmli səviyyədə bütün dünyada istifadə olunur, amma mən deyərdim ki, digər dillərin də inkişafını biz faktiki qaydada görürük. Ərəb dili, Çin dili dünyada çox önəmli bir hissəyə yerə gəlib çıxmaq üzrədir və bu dil biliklərinin də inkişaf etdirilməsi düşünürəm ki, hər bir gəncə lazım olan bir məsələdir. Düz indi xüsusi avadanlıqlar çıxır ki, avtomatik dil təcrübələri, dil tərcümə sistemini həyata keçirilir, amma dil biliyi deyərdim ki, üstünlükdür. Yəni texniki bacarıqlarla yanaşı yumşaq bacarıqlar burada da əhəmiyyətlidir. Mən deyərdim ki, AI süni intellekt dövründə texniki bacarıqlar öz əhəmiyyətini biraz itirir, yumşaq bacarıqlar öz əhəmiyyətini artırır. Çünki AI bu istiqamətdə bizə əvəz eləyə bilmir, amma texniki istiqamətdə müəyyən şeylərdə bizə artıq əvəzləyir. Bəs artıq 6-cı yüksəliş müsabiqəsi başlayacaq və bununla bağlı da istəyirəm öz fikirlərinizi paylaşasınız. İndi yəni bir müddət artıq keçib, 1-2 il sonra kənardan belə baxanda nəyi müşahidə edirsiniz? Təzədən qayıtsaydınız nəyi fərqli edərdiniz? Bu tövsiyələr nədən ibarət ola bilər? Təzədən qayıtsaydım yəqin heç nəyi fərqli etməzdim. Çünki nəyisə fərqli etsəydim, bugün yəqin ki, burada olmazdım deyə düşünürəm. Ona görə mənim prinsiplərim bundan ibarətdir ki, həyatda düzgün addımları atmağa çalışmalıyıq, amma qayıdım, nəyisə dəyişim fikrində, prinsipində olmamalıyıq. Və baxanda 6-cı yüksəliş müsabiqəsinə biraz emosional yanaşıram mən bu məsələyə artıq. Biz 3-cü yüksəliş müsabiqəsinin qalibləri idik. Artıq yenilər gəldikcə görürsən ki, bizim auditoriya da böyüyür sözün əsl mənasında və biz əvvəl yığışırdıq deyək ki, 50-60 nəfər, indi artıq 90-100 nəfər bir araya yığışırıq. İxtisasların sayı artır, artıq tibb sahəsindən olan ekspertlərin sayı da gəlib artıb. Marketinqdən hələ 2 nəfəri, idmandan məsələn 1 nəfəri, hələ ki mənəm, amma getdikcə bu istiqamətlərin sayı artmağı məsələsi bizi də çox həvəsləndirir. Mühəndis var idi sonra. Bəli, mühəndislərimiz var. Ondan sonra hüquqşünaslarımız, iqtisadçılarımız, sahələrin sayı getdikcə artır, çoxalır, çox maraqlı sahələrlə işləyirik. Bir yeraya gəlirik, müzakirələr aparırıq. Müzakirələr qızğınlaşır deyərdim. Debatlarımız biraz qızğınlaşır. İndi yarımfinal və final mərhələsindən istəyirəm danışaq. Digərləri onsuz da keçməyə bu dünya görüşü, məntiq və s. özləri həll etməli olacaqlar, amma artıq o digər mərhələlərdə bax sizcə nə daha önəmlidir? Nəyə daha çox diqqət etsinlər insanlarla ünsiyyətdə? Belə deyim, hər yüksəliş müsabiqəsindən əvvəl məndən ətrafdan çoxlu əlaqə saxlayırlar ki, bizə nə tövsiyə eləyərsən? Və mən yadımdadır ki, özüm yüksəliş müsabiqəsinə müraciət edəndə mən də əlaqə saxlamışdım bir qaliblə və xahiş eləmişdim ki, mənə nə tövsiyə eləyə bilərsən? Yadımdadır, o mənə demişdi ki, özün olmağı. Maksimum özün ol, çalışma nəyisə necəsə fərqli edəsən, iş mühitində özünü necə aparırsansa, həyatda necəsənsə, orada elə ol. Onu hiss elətdir ki, mən olduğum kimiyəm və olduğun kimi daha yaxşı mübarizə aparacaqsan. Mən onda fikirləşmişdim ki, bu nə tövsiyədir ümumiyyətlə də. Tövsiyə ya istəyirsən ver, ya vermə. Mən indi qalib olandan sonra başa düşdüm ki, bu həqiqətən çox ideal tövsiyə idi və mən bunun üzərindən gedərək qalib olmuşdum. Və mənlə əlaqə saxlayan hamıya deyirəm ki, özün ol. Özün kimi mübarizə apar. Çünki orada atdığın hər fərqli addım bu çox süni görünə bilər və özün nə qədər güclüsənsə orada maksimum gücünü də qoya biləcəksən. Ona görə hamıya mən özü olmağı
tövsiyə edirəm. Yarımfinal və final Və mərhələlərində. təkcə yüksəlişdə yox, ümumiyyətlə. Həyatdadır, bəli. Bəli. Təşəkkür edirəm gəldiyinizə görə. Çox sağ olun. Mən də Bugünkü həmsöhbətim 3-cü yüksəliş müsabiqəsinin qalibi Səkinə Vəliyeva idi. Biz onunla birlikdə marketinq, yüksəliş və idarəetmə haqqında danışdıq.